Belə bir sual verib, bizdən 8-ci həddi istəyir. Yəni B8 bərabərdir sual olacaq. Buna görə biz birinci Q-nü tapmalıyıq, silsilə vurğunu. Odur Q bərabərdir B2 bölünsün B1. Bərabərdir B2-miz 24, B1-imiz 48. İxtisar gedir 2, 1. Yəni 2-də 1 oldu. İndi 8-ci hədd B8 bərabərdir. B1 vurulsun Q üstü 7 olacaq. Ya da belə yaza bilərik. B2 vurulsun Q üstü 6. Fərqi yoxdur. Gətirib yazaq. Buna əsasən yazaq. B8 bərabərdir. B1 vurulsun Q üstü 7. Bərabərdir. B1-imiz 48. Q-miz 2-də 1. 2-də 1 üstü 7. Yəni 48 vurulsun. 1 üstü 7 1 eləyir. 2 üstü 7 də 128 eləyəcək. Bərabərdir. 48 ilə 128 nəyə ixtisar gedər? 16 ixtisar getsə burada 3, burada 8 qalacaq. Cavab 8-də 3 eləyəcək.